şəxsiyyətini açıqlayın, sonra söhbətimizə davam edək. Diqqət ekrana. Zəhmət olmasa mənim bir dənə matçı smalik adında. Bilim ki, öpürsünüz mənə. Mənim bir dənə matçı smalikin. Farağa. Olmadı. Başladık. Əllər sıx yana. Düzül. Düzlən. Fərağat. Diqqət. Mərkəzə. Lop. Buyurun. Kimlər tanıdı? Del Viago, Bay Megi və Siesta. Hansı ki 3-4 gündür mən onun haqqında danışıram, artıq fəaliyyətini dayandırıb. Xeyr, Ramiz Mehtiyevin oğlu deyil. Ramiz Mehtiyevin dostunun oğludur. Bəli. Bəli, Del Viago, Bay Megi və Siesta. Bermud üçbucağının təyinat nöqtəsi. Solmazın da boyfriendinin ən yaxın dostu. Solmazın boyfriendinin Maybach'ının da qeydiyyat nömrəsini də göstərəcəm sabah sizə. Bay Megini də Maestro Yuran'ı unutduq. Unutmadıq dostlar, həm yadımızdadır. Tanıyırsınız yəqin ki. Yusuf müəllim, Qədimбəyli. Mehman Qədimbəylinin atası. Sədərək Ticarət Mərkəzinin sahibi və Sədərək Ticarət Mərkəzinin tualetlərin sahibi. Yəni tualetlərdən gələn gəlirlər Mehman Qədimбəyliyə gəlirdi. Sədərək Ticarət Mərkəzində yanğın baş verdiyi zaman sistemdə 4.350.000 manat pul qalmışdı. O pulu da aradan çıxartmaqdan ötürü Səfərin vasitəsi ilə və Solmazın vasitəsi ilə sikri pullar sistemdə yuyulub. Bəli, Ramiz Mehtiyev, bəli, bildim. İndi isə sizə əsas məsələ, diqqət ekrana. Bunlar haqqında və bunların Ramiz Mehtiyevlə işbirliyi haqqında mətbuata sızan bir videonu təqdim edəcəm. Bu videoya görə mən çox ciddi təzyiqlər aldım. Əsasən bir video əlimizə keçib, daha doğrusu bizə göndəriblər ki, biz bunu xalqa cəmiyyətə təqdim edək. Buyurun, izləyin. Nə baş verir? Sosial media platformasında. Və nəyə görə bu günləri həmin Pərvin Abdullayev kimi qaziləri özlərinə dirsək tutmaq istəyirdilər, amma alınmadı. İzləyək. Qədimбəyli, Sədərək Ticarət Mərkəzinin və Cənnət Bağı şirkətlər qrupunun sahibi Azərbaycanlı maxinator. Müstəqillik dövründə Azərbaycan cəmiyyəti ölkədə cərəyan edən proseslərin ən yaxşı müşahidəçisi rolunda çıxış edir desək yanılmarıq. Bugünə qədər siyasi sferanın ağır topları altında düşməkdən qaçan cəmiyyət üçün məmurların həyat tərzi daha çox maraq kəsb edib. Amma və lakin 32 illik müstəqillik tariximizdə heç bir iş adamının hansı üsullarla nəhəng kapitalistə çevrilməsi heç kəsi düşündürməyib. Daha doğrusu iş adamları daha böyük cinayətlərə, qanunsuzluqlara imza atsalar da onların həqiqi pasportu ictimaiyyətdən gizlədilib. Ölkədə və xaricdə milyardlarla dəyərli olan sərvətlərə sahiblənən bu şəxslərin biznesinin konturları da cəmiyyət üçün tamamilə şifrələnib. Məsələn, el arasında Sədərək Yusif kimi tanınan 100 milyonlarla dəyəri olan sərvətlərə sahiblənən Yusif Qədimbəylinin fəaliyyətinə verilən qiymət yerli mətbuatda bir neçə cızma qaradan o tərəfə keçə bilməyib. Yusif Qədimbəyli 1995-ci ildə fəaliyyətə başlayan və Cənubi Qafqazın ən böyük ticarət obyektlərindən birinin Sədərək Ticarət Mərkəzinin sahibidir. 2009-cu ildə Lökbatan qəsəbəsinə köçürülən Sədərək bazarı ölkənin ən ciddiyyətli və zaman-zaman fəaliyyəti ciddi narazılıqlarla müşahidə olunan ticarət mərkəzidir. Bazardan əldə etdiyi küllü miqdarda pul Yusif Qədimbəylinin siyasi iddialarını, həqiqi portretini də vaxtilə ortaya çıxarmışdı. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehtiyevin çətiri altında ölkənin ən varlı iş adamlarından birinə çevrilən Yusuf Qədimbəylinin 2015-ci ildə deputat mandatı əldə etmək üçün atdığı addımlar da çox adama sir deyil. Bu vaxtdan sonra öncə iş adamı haqqında əldə etdiyimiz heyrətamiz məlumatları diqqətinizə çatdıraq. Baxmayanlar baxsın. Pulları da ölkədən xaricə daşıyır. Onun son bir il ərzində ən çox pul daşıdığı şəhərlər içərisində İstanbul ilk yerdə qərarlaşıb. Amerika Birləşmiş Ştatları, İtaliya və Çexiya Yusif Qədimbəliyə məxsus mülklərin yerləşdiyi ölkələrin siyasındadır. Və onun qaçış planı Sədərək Ticarət Mərkəzində özünü necə biruzə verir? Yusuf Qədimbəylinin tapşırığı əsasında bazarda özəlləşmə adı altında yeni və məhkili bir plana start verilib. Güya ticarət mərkəzindəki bütün obyektlər özəlləşdiriləcək. Məhz bu məqsədlə də ticarət obyektlərinin sahiblərindən pul tələb olunur. Birincisi, bazardakı bütün sahibkarlar bilməlidirlər ki, heç bir özəlləşmədən söhbət gedə bilməz. Yəni bu Yusif Qədimbəylinin növbəti tələsidir. O qısa müddət ərzində bazardan mümkün qədər müxtəlif qanunsuz üsullarla pul Nəzərinizə çatdırım ki, bugün Səfər Eyvazovun X7 sürməyinin səbəbkarı da Bay Megidir. Videoda dediyi kimi, başda İstanbul. toplayıb
ölkəni bir dəfəlik tərk etməyi planlaşdırır. Bu günə qədər Yusif Qədimbəli Sədərə Ticarət İndi şəklinə göstərdiyim Baymegi var idi, Del Viago. Bax, siyasi də odur. Və Səfər Eyvazovun bugün X7 sürməyinin də səbəbkarı həmin o siestadır, hansı ki 4-5 gündə fəaliyyətini mənə görə dondurub. Diqqət edin, Dövlət Təhlükəsizlik Xidmətinin daxili mətbuatına göndərilən media videosudur bu. mərkəzində ən böyük qanunsuzluğu imza. Yusuf Qədimbəli Ramiz Mehdiyevlə bəzi məsələlərdə adı çox hallandırır və bu günləri 4 milyon 350 min Sədərə Ticarət Mərkəzində baş verən yanğından sonra sistemdə qalan pulu Səfər Eyvazovun vasitəsilə onlayn qaydada çekli pulların yuyulması həyata artıq keçirildi. Həmin o pullar sistemdən itdi. O ticarət obyektlərinin sahiblərindən həm sahibkar pulu, həm də icarə pulu yığır. Sahibkarlara qarşı vəhşicəsinə, orta əsrlərdəki olduğu kimi töycü yükləyən bu adamın iştahının həddi hüdudu yoxdur. Bir mağazadan həm sahibkar pulu, həm də icarə pulu yığan Qədimbəylinin atdığı bu addımlara siyasi və hüquqi qiymət verilməlidir. Nə üçün? Əvvəla ona görə ki, Yusuf Qədimbəli ən aqressiv və qanunsuz üsullarla Sədərək bazarında minlərlə insandan ibarət narazı elektorat formalaşdırıb. O uzun illərdir sahibkarları çapıb talayır, özü isə pul yığır. Sabah da ölkədən qaçmağı planlaşdırır. O ölkəni tərk edəndən sonra ortaya çıxan fəsadları aradan kim və necə qaldıracaq? Minlərlə insan öz haqqını tələb edib etiraz səsini ucaldanda Yusuf Qədimbəylini haradan tapa biləcəyik? Azərbaycandan əldə etdiyi milyonları xarici ölkələrə daşımaq cinayətdir. Yusuf Qədimbəlinin ölkədən çıxışına stop qoyulub. Dövlət bu adamın, onun ailə üzvlərinin hər birinin xaricə çıxışına ciddi nəzarət etməli. Ölkədən daşınan pulların qarşısını almalıdır. Ciddi siyasi iddialarla yaşayan Yusuf Qədimbəlinin gələcəkdə bu pulları ölkəmizdə hansısa arzu olunmaz işlərə sərf etməyəcəyinə, müxtəlif təxribatçı qrupları maliyyələşdirməyəcəyinə kim zəmanət verə bilər? Qədimbəylilər ailəsi xalqın talanması hesabına Sədərək bazarının hər küncündə tələ qurub. Bazara giriş 50 qəpik idi. Əgər gün ərzində ora minimum 5000 maşının girişini hesablasaq, bu gündəlik 2500 aylıq 75 min manat vəsait edir. Bazara giriş üçün ödənilən bu vəsait Yusuf Qədimbəlinin vaxtilə prezident administrasiyasında işləyən oğlu Mehman Qədimbəlinin cibinə axır. Eyni zamanda ticarət mərkəzindəki tualetlərdən yığılan pullar da Mehman Qədimbəlinin nəzarətində. Nəzərinizə çatdırım ki, Baymegi prezident administrasiyasından tutduğu vəzifədən azad olunub. Çirkli pullar yığdığına görə. TikTok sosial şəbəkəsində milyonlarla vəsaitləri dağıdan, dəhşətli maxinasiyalar həyata keçirən bu adamın əməlləri ayrıca hüquqi məsuliyyət yaradır. Təəssüf ki, bir ailənin Azərbaycan xalqının talanması hesabına əldə etdiyi gəlirlər ölkə hüdudlarından kənara sel kimi axır. Yusuf Qədimbəlinin qardaşı Hacı Ənvər adlı şəxs isə sahibkarların başı üzərində domokl qılıncı kimi dayanıb. Hər bir sahibkar tələb olunan pulu verməlidir. Evləri 36 milyon manat təşkil edir. Şirkətin nizamnaməsində göstərilir ki, şirkət daşınmaz əmlakın Biz şəhid ailələrinə, qazi ailələrinə yardım edirik. 1000 manat, 2000 manat, 3000 manat, 5000 manat, 500 manat, 300 manat, 400 manat. Amma 100 milyondan, 200 milyondan, 300 milyondan. Pərvin Abdullayev, sağ ol kişoğlu. Yaşayış və qeyri-yaşayış sahələrinin alqı sarxısı icarə verilməsi ilə məşğuldur. Əldə olunan məlumatlara görə Yusuf Qədimbəli 2016-cı ildən başlayaraq təkcə Çexiyaya hər il 1,5 milyon dollar kapital daşıyır. Xəstələnib dərdlərinə çarə tapmasınlar. Keçən il mənim Megi ilə sporum düşəndə Megi Çerezstrez məndən sevəcə çıxmışdı ki, ailəsində xəstə bir uşaq var, onunla əlləşirlər. Nəsə xahiş minnət elədilər. Allah şahidim olsun, nə onlardan 1 qəpik pul aldım, nə də onlardan 1 qəpik pul unutdum. Sadəcə və sadəcə zıvı 44 tanıyırsınız Zabil. Zabilin bir dənə xahişinə mən o söhbəti sonlandırdım. Allah şahidim olsun ki, nə Zabildən, nə də bu məsələdə heç kimdən zıvı 44 məsələni çox gözəl bir qəpik belə ummadım. Yəni narahat olmayın, duavuz tutub. O ailədə bir dənə xəstə uşaq var. Hazırda onun ən çox kapital daşıdığı və nəhəng biznes qurduğu ölkələrdən biri Türkiyədir. Bildirilir ki, o İstanbulda Azərbaycandakı biznesindən heç də geri qalmayan nəhəng imperiya qurub. Sədərək Yusufun ən çox sevdiyi iş təkcə pul yığmaq deyil. Şahdağ Milli Parkının yaxınlığında, Şah yaylağında ona məxsus villa əməlli başlı ov evi kimi fəaliyyətdədir. Yusuf Qədimbəli merkantil adamdır. O kənd əhalisinə pul verməklə onları öz maraqlarının qurbanlarına çevirir. Belə ki, kənd əhalisi dağlardakı kəlləri qova-qova villaya yaxınlaşdırır. Nəticədə Yusuf Qədimbəli və onun qonaqları daha asan şəkildə atəş açıb heyvan ovlaya bilirlər. İllərdir heç bir qurum bu özü kimi övladları da cəmiyyətə nümunə ola bilir. Şəhid alələri, qazi alələri. Bazardan milyonlarla vəsait toplayan Yusuf Qədimbəli Sədərək Ticarət Mərkəzinə 1 manat da olsun pul xərcləmir. Natəmizlik, antisanitariya baş alıb gedir. İsti havalarda sahibkarlar da, alıcılar da boz tavanların altında yanır. Heç bir biznes xarizması olmayan Yusuf Qədimбəlinin Ramiz Mehdiyevin çətiri altında təsadüfi və nəhəng iş adamlarından birinə çevrilməsi gözlənilən idi. Çünki bu ölkədə Ramiz Mehdiyevin və müxtəlif güc sahiblərinin əlinin altında filə çevrilən xeyli sayda qarışqa xislətli adamlar var və olacaq. Fəxr edilir deyən. Gözəl. Əla. Və bu Baymegi TikTok sosial media platformasında Fidan 0000009 ləqəbi ilə tanınan bir yayımçıya
TikTok'da qanunsuz pulların yuyulmasını istəyir. Fidan bundan razı olmadığına görə onun başına silah diriblər və döymüşlər ağır dərəcədə. Pərvin Abdullayev, bir damla bax. Həyatı boyu mən valideynimin üstünə qışqırmamışam. Səfərə Azərbaycan oğlu və vətənpərvər oğlan deyirsən, daim qazi ailələrin, şəhid ailələrinin yanında duran oğlan deyirsən. Adam öz ailəsini vurur. Öz ailəsinə əl qaldıran bir adamı cəmiyyətə və xalqa layiqli övlad kimi təqdim edirsən. Bir cinayətkarı. Bax. Qırmaram da. Gedin. Hadi şəfəli. Bitmediğimin sureti borcu. Neredesin ay kızım. Ben oraya gitmek istedim. Yani Nadir. Bir dakika şu an. Ondan mənə heç maraqlı da deyil. Sadəcə ailəsinə əl qaldıran insan mənim üçün Azərbaycan oğlu da ola bilməz, vətənpərvər oğlu da ola bilməz, şəhid ailələrin və qazi ailələrin yanında duran bir oğlan da ola bilməz. Öz ailəsinin yanında dura bilməyən heç kimin yanında dura bilməz. Şobbana. Fidan 009. Bu xanım. Bu xanım. Bu xanım. Günü bu günə qədər hədə-qorxu ilə susturulub. Günü bu günə qədər müəyyən qüvvələr vasitəsilə hədə-qorxu ilə susturulub bu xanım. Niçin hazırlanıyorsun? Sizin için. Sizin için hazırlan. İndi sizə bir video göstərəcəm. Pişiklərim. Bunun başına necə silah deyiblər. Salam əziz izləyicilərim. Dünən gecə başıma bir hadisə gəlib. Onu sizinlə bölüşmək istədim. İlham Qədimbəli, Sədərək bazarının sahibinin qardaşı oğlu, Səfir restoranının sahibi və onun mafiya dostları. Məni dünənləri işgəncə verərək döyüblər, söyüblər, ağzıma əlimi qolumu bağlayıblar və mənə 2 saata yaxın döyüblər, ləyaqətli şəxsiyyətimi alçaldıblar və məni videoya çəkiblər. Alnıma silahı diriyərək mənə məcbur eləyiblər ki, mən bütün dövlət başçılarımızı, bütün məmurlarımızı, bütün polislərimizi təhqir eləyim və məni çəkiblər və mənə döyərək deyiblər ki, gülə. Yəni Ramiz Mehdiyev dövlətə ələ keçirmək istəyirdi və bu qabil kimilər, bəzi siyasi bloqerlərə küllü miqdarda pul buraxırdı. Və Ramiz Mehdiyevin də əlbir gördüyü adamlar Mehman Qədimbəli, İlham Qədimbəli, Yusuf Qədimbəli Production bir video bloqerə deyiblər ki, sən Azərbaycan polisini söyəcəksən. Baxın ha. Ona görə bu günləri Azərbaycan polisi təhqir olunur səbəbsiz yerə. Ona görə bu günləri Azərbaycan polisinin rəhbəri Vilayət müəllimi Eyvazov öz xainlərimiz əsnasında təhqir olunur. Bax belə bir blogerlər mənim evimin qabağında maşını yandırmadılarmı? 2 iyul Azərbaycan polisi günündə cənab general polkovnik 150 qazi veteranı işə götürdü. Düzülüş verdi, 150 veteranı işə götürdü. Yəni 150 dənə ev çörək yeyəcək. Düzdürmü mənim əzizlərim? Mən də cənab Vilayət müəllimi Eyvazova təşəkkür videosu çəkdim. Maşınıma kimi yandırdılar. İlk öncə amma pul təklif eləmişdilər. Amma sonra maşınımı yandırdılar. Sonra mənim qucağıma indi bugün Səfər deyir, həmin o siyasi şeylərin sözünü deyir. Sən maşında sağ əlinlə bilmirəm Səfər sənin anan idi, bacın idi o videoda ki, o mənə az fərq eləyər. Mən o videoyla fəxr edirəm ki, mən satqın olmadım. Eybi yox, bazlıq eləmişəm, zor eləmişəm. Yaxşı eləmişəm. Kişi döyürəm ala. Sənə kimi gedib Renkaya dil vurmamışam ki. Yaxşı eləmişəm. Mən o bazlıq çox bu günləri dövlət strukturunda bir çox adamları intim videosu ilə şantaj hədə qorxu edirlər. Bunu bilirsiniz çox gözəl. Mən də o hədə qorxuya qaldım. Dedim qozum əldə var qozum. Gedim paylaşım. Mən fəxr edirəm o videomla. Zordur, belədir. Və bugün bu blogeri təhqir ediblər ki, sən Azərbaycan polisini söyləyəcəksən. Ramiz Mehdiyevin göstərişi ilə. Ramiz Mehdiyevin göstərişi ilə bu adamı kimə təhqir edib? Sizə qısa xronoloji anlayış verdim. Təzədən qoyun bir də baxın. Salam əziz izləyicilərim. Dünən gecə başıma bir hadisə gəlib. Onu sizinlə bölüşmək istədim. İlham Qədimbəli, Sədərək bazarının sahibinin qardaşı oğlu, Səfir restoranının sahibi və onun mafiya dostları. Məni dünənləri işgəncə verərək döyüblər, söyüblər, ağzıma əlimi qolumu bağlayıblar və mənə 2 saata yaxın döyüblər, ləyaqətli şəxsiyyətimi alçaldıblar və məni videoya çəkiblər. Alnıma silahı diriyərək mənə Legin adamları basın bayrağı. ki, mən bütün dövlət başçılarımızı, bütün məmurlarımızı, bütün polislərimizi təhqir eləyim və məni çəkiblər və mənə döyərək deyiblər ki, gülə-gülə danış ki, elə bilsinlər içkilisən. Çox xahiş eləyirəm hər kəsdən və mənim telefonumdan hər şeyimi özlərinə telefonlarımdan bütün bilgilərimi köçürdülər öz telefonlarına
və mənim telefonlarımda fərmat elədilər. Və məni videoya çəkdilər. Məndən bütün məmurlarımızı, polislərimizi təhqir eləməyimi və onlara nə layiq şeylər deməyimi məcbur elədilər. Onsuz o videoya baxanda da görəcəksiniz ki, məni orada məcbur edizdirirlər. Ağlaya-ağlaya, yəni orada deyirəm. Mən hər kəsdən çox xahiş edirəm, cənab prezidentimizdən, cənab Vilayət Eyvazovdan, bütün polislərimizdən, hər kəsdən xahiş edirəm. Mənə kömək eləsinlər, bu insan haqqında tədbir görülsün. Bütün izləyicilərdən də xahiş edirəm, hər kəs bu videonu paylaşsın və ictimailəşsin, hər kəs qoyub görsün. İnşallah ədalət öz yerini tapar, inşallah. Yəni bu iş çözülməsə mən özümə nəsə eləyəcəm. Çünki bu belə qala bilməz, bu haqsızlıq. Amma mənə nəsə olsa, mənim ölümümdə şəxsən o insanın 100% o insanın Və bu günləri bu xanımın yerini TikTok'da Solmaz tutur. Ona görə deyirləri, qaqa Solmaz'a ilişmə, onun arxası güclüdür. Yəni Ramiz Mehdiyevin adamlarıdır. Və bu günləri Ramiz Mehdiyevin xüsusi göstərişi ilə Bermuda tipi zağı yaranır. Siesta, Səfər və Soli. Siesta şəxsiyyəti heç bir halda bilməməlidir, çünki ölkə daxilindədir və müəyyən məsələlər. Amma Soli görsənə bilər. Çünki Soli buxalter rolunda çıxış edir. Üzr istəyirəm, Siesta'nın Soli'yə hədiyyələr atdığını görmüsünüz? Çat, bir dənə yazın. Siesta'nın Soli'yə hədiyyə atmaqlarını görmüsünüz? Uydurma da, Bamiyəqi tərəfdən gələnlər. Zəhmət olmasa 3-2-1 sikdir. Görmüsünüz, görmüsünüz. Bəli. Və o gün, bu gün Sako tutulmayıb, qaqaş. Sakoya tutular. Bəli, bəli, bəli. Uçan şirlər atırdı. Bəli, 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 bəli. 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 Və bugün Soli həmin Ramiz Mehdiyev dəstəsindən bir oğlanla məcburi olaraq boyfriend olur. Bilirsiniz, Soli əvvəlki lezbiyankadır. Bilirsiniz də, yəni kimlə lezbiyankalıq eləyib, hansı məşhur müğənni ilə lezbiyankalıq eləyib. Məcbur nişanında qaytarıb və bir oğlanla Soli Molly Maybach sürür. Mercedes S-Class Maybach. Qeydiyyat nömrəsi. Yox, qalsın. Qalsın, qalsın. Qalsın, bugün qalsın. İndi isə sizə Səfərin, Soli'nin və Siesta'nın şəxsi bakiyələrini göstərirəm son 3-4 gün ərzində. Bu kimdir? Siesta'nın ajansının bakiyə hesabı. Sonuncu dəfə Google Pay. Baxın, 29 noyabr 2000 sonra keçək mərhələyə. Səfər. Buyurun. Düz, düz. Bu da Soli Molly. İzləyək. 1067 dollar, 474 dollar, 439 dollar. Yəni 4 gün içində standart sadə bir yayımda minimum 5-6 bin dollara yaxın pul ən pis zəif vəziyyətdə belənçinə uçuşur. İndi görün vəziyyət nə yerdədir. Bildiniz mənim əzizlərim, canlı ilə bağlı, bu məsələ ilə bağlı sabahdan etibarən mənim ölkə başçısına və xanımımıza əlbəttə ki, çünki mən onlara işlərində kömək etmək istəyirəm, Ramiz Mehdiyev məsələlərində kömək etmək istəyirəm. Qoy bu xalqın, bu millətin haqqını və pulunu yiyənlərə qarşı dövlət layiqli tədbir görsün. Verməyim deyənə son 2 gündə, yəni mən çox ciddi, sağ olun, çox sağ olun, var olun, çox ciddi təzyiqlər almışdım. Hətta Solmaz mənim öz həyat yoldaşımın WhatsApp nömrəsində yazmışdı. Orada həyat yoldaşım onları bloklamışdı. Təsəvvür edin, mənim həyat yoldaşımın Instagramını tapıb yazmışdılar. Instagram. Nə yazmışdılar və yoldaşım onlara necə cavab verib? İndi sizə göstərəm. Şəhərlər edəcə beni. Buyurun. Oxuyun. Ramiz Mehdiyev məsələlərini işıqlandırmayayım deyənə mənə qarşı olunan, ailəmə və mənə olunan hədə qorxular. Oxuyun. Siz mən də sizə oxuyarım. Yoldaşım da onlara belə cavab verib. Oxuyuram. Bizi narahat etməyin, biz sizdən qorxmuruq. Mənə tanınmadığım nömrədən zəng gəldi, mən də açmadım, açmaram. Biz sizdən qorxmuruq. Mən yox, yoldaşım o qızla danışdı. Çünki Soli ilə mən 1 dəqiqə danışdım, söyüşdük daha doğrusu.
Hə, mən TikTok işlətmirəm, heç kimi tanımıram, tanımaq da istəmirəm. Точно bildim ki, insanın ailəsinə ziyan vurabiləcək qədər ermeniski vazgenlərsiz. Allah bizi siz kimilərdən qoruyacaq. Davayçı narahat etməyin bizi, yoldaşım sizin ağzınızın payını verəcək urudlar. Belə. Bu da Solinin adamlarından bizim ailəmizə və mənə olunan hədə qorxular. Hansı ki, bugünkü canlı yayıma görə hətta dünənləri səhvimdə vurdular. Bax belə. Bax belə. Əziz, hörmətli izləyicilər. Əlbəttə ki, mənim bu arxamda Dövlət Baba deyilib. Dövlət Baba da deyib ki, keyf eləmənlidir. Bu da Ramiz Mehtiyevin əlbir olduğu bir online mafya, Bermud uçqucu. Sabahdan bu temperlarda müraciət videosu gələcək. Pərvin Abdullah deyir ki, bunlar Azərbaycanlı vətənpərvərlərdir. Utan Pərvin, utan. Yəqin sənin balanı, sənin xanımını belə narahat etməyiblər deyənə ona görə belə rahatsın.